Salam əziz izləyicilərimiz. Biz bugün Astara rayon Ərcivan qəsəbəsində gözəl bir balamızın evində qonağıq. Xoş gördük balam səni. Necəsən balam? Yaxşıyam, siz necəsiniz? Çox sağ ol. Adını, soyadını de. Feyziyev Fəqan. Anadan neçənci ildə olmusan? 2012. Neçə saylı tam orta məktəbdə oxuyursan? 3 saylı orta. Hal-hazırda oxuduğun sinif? 8-ci sinifdə oxuyuram. Çox gözəl. Ən sevdiyin dərsin, ən sevdiyin müəllimələrin kimdir? Musiqi dərsi, bir də coğrafiya dərsi, Xalid Vəli müəllim və Aytaz müəllim. Çox gözəl. Biz də buradan həmin müəllimlərə çox sağ olun deyirik ki, balamızın yaddaşında belə bir gözəl qalıblar. Böyüyəndə hansı sənətin sahibi olmaq istəyərsən? Xanımda olmuş. Nə gözəl, uğurların bol olsun. Uğurların, həm məktəbdə uğurların, nailiyyətlərin olub heç? Bəli. Respublika birincisi olmuşam. Necə? Respublika birincisi olmuşam. Çox gözəl, nə gözəl. Məktəbə neçənci ildə getmisən? 2018. Boş vaxtlarında nə ilə məşğul olursan? Musiqi ilə məşğuldum. Atan haqqında nə deyə bilərsən bizə? Atam haqqında Atanı çox istəyirsən? Bəli, çox istəyirəm. Anan haqqında nə demək istəyərsən? Anamı da çox istəyirəm. Ananı da çox istəyirsən. Neçə qardaşın var, neçə bacın var? Bir qardaşım var. Qardaş. 2 qardaşsınız. Hobbin nədir? Hobbim elə musiqidir, musiqi. Böyüyəndə kimə bənzəmək istəyərsən? Özüm müəllimim. Özünə bənzəmək istəyərsən. Çox gözəl bir cavab oldu ki, balamız öz-özünə bənzəmək istəyər, heç kimə bənzəmək istəməz. Balamızın bir qardaşı da yanında əyləşib. Balam, sən də özünü təqdim et. Feyziyev Zöhrə. Sən də Bəli. həmin sənətin sahibi olmaq istəyərsən. Qardaşına nə demək istəyərsən? Sənətində uğurlar arzulayıram. Çox gözəl. Balam, sənə indi baxacaqlar. Sənin öz yaşıtların, sinif yoldaşların, tanıdığın sinif öz yaşıtların. Onlara nə demək istəyərsən? Yəni sağ olsunlar. Yəni yaxşı dostdular. Raul, İbrahim. Adlarını da çəkdin, hə. Hətta biz də salam deyirik sənin dostlarına. Sənin kimi savadlı olsunlar, sənin kimi analarına, atalarına layiqli bir evlad olsunlar. Balamızın bir çox gözəl istedadı var. Xanəndədir balamız. Bizə buradan nə demək istəyərsən? Nə söyləyə bilərsən bir şey? Bəli. Qaravaş kəsdə saxlayın. Bir balaca bir şey deyə bizə. Könlüm keçirədə balam, Qarabağdan əbəlim, əbəlim. Gah o dağdan ey, gah bu dağdan ey. Akşam üstüne koy uzaktan, havalansın ey xanın səsi, Qarabağın şikəstəsi. Sevirəm ey, sevirəm ey, sevirəm. Ay Qatalya, Çox sağ ol balam. Allah səsinə qüvvət versin. Allah sənin arzularına yetirsin. Amin inşallah. Çox sağ ol.